Salam değerli izləyicilər, hər birinizi salamlayıram. Mən istədim ki, bu məlumatları sizinlə paylaşam. Əgər siz də bu məlumatların paylaşılmağını lazım bilsəniz və eyni zamanda Niderland Krallığının və digər Avropa Birliyi qurumlarının tövsiyələrinin paylaşılmasını gərək hesab etsəniz və yaxınlarınız üçün, tanışlarınız üçün lazım olduğunu düşünsəniz, bu videonu bəyənin, paylaşın. Mən bugün sizə çox, belə deyək, böyük bir, geniş danışmayacağım, qısa bir məlumat vermək istəyirəm. Dünəndən Niderland Krallığında bir mənalı şəkildə 72 saat ərzində bir insanın sağ qala biləcəyi, yaşaması üçün lazım olan ləvazimatların, ərzaqların toplanılmasına başlayıb. Bunun səbəbi nədir? Bunun səbəbi odur ki, ölkənin Ədliyyə və Təhlükəsizlik Nazirliyi bununla bağlı açıqlama verib. Ölkənin dövlət qurumlarının saytlarında, dövlət xəbər agentlikləri bunu yayıblar və Niderland Krallığı əhaliyə çağırış edir. Yəni bu kifayət qədər ciddidir. Bir var tövsiyə, bir var çağırış. Niderland Krallığı əhaliyə çağırış edərək bildirir ki, 72 saatlıq ərzaq və digər lazım olan ləvazimatları, məsələn burada şamdır, burada belə deyək ki, elektrik yığımı üçün lazım olan batareyalardır və digərləridir. Yəni bunların hamısı birbaşa evdə olacaqdır. Bu Niderland Krallığının Ədliyyə və Təhlükəsizlik Nazirliyinin birbaşa tövsiyəsidir. Və nazirlik bununla bağlı bildirir ki, hal-hazırda dünyada vəziyyət dəyişib və Avropa Birliyi tövsiyə edir ki, Avropa Birliyi ərazisində yaşayan vətəndaşlar, şəxslər 72 saat ərzində sağ qalmaq üçün lazım olan hər bir şeyi toplasınlar bir çantaya, qoysunlar yanlarına və gözləsinlər. Çünki belə deyək, fəlakət artıq çox yaxındadır. Bu fəlakət 3-cü Dünya Müharibəsi mərhələsinə keçid də ola bilər və digər bir şey də ola bilər. Yəni bu səbəbdən hətta adi içməli suya qədər vətəndaşlara tövsiyə olunur ki, onlar alıb evlərində saxlasınlar və konservlaşdırılmış qidalar, qurudulmuş meyvələr və gigiyena məhsulları belə hamısı alınmalıdır və saxlanmalıdır. Yəni Avropa Birliyi ciddi şəkildə belə deyək ki, hər hansı bir fəlakətin olacağını ehtimal edir. Qeyd edeyim ki, dünənə qədər Avropa Birliyi ərazisində, o cümlədən Niderland ərazisində deməli 48 saat ərzində, yəni ki, hər hansı bir hadisə olsa, belə bir durum olsa, yəni ki, ehtiyat paketi 48 saat ərzində olmağı nəzərdə tutulurdu ehtiyat paketinin. Amma indi isə qeyd olunmuş ehtiyat paketi mütləq 72 saat olmalıdır. Və bu 72 saatdan da çox çəkə bilər. Artıq bəzi mən indi önümdə saytlara baxıram, o məlumatları oxuyuram, 72 saatdan çox çəkə də bilər. Yəni buna görə hər bir ehtiyat alınmalıdır. Və bununla bağlı artıq mən bugün internetə baxdım, həm də bu videonu o səbəbdən hazırlamağa ehtiyac gördüm. Mən bugün açdım internetə baxdım və internetdə gördüm ki, həqiqətən də bir çox not paket, yəni təcili yardım paketi, təcili yardım çantası artıq marketlər və o cümlədən onlayn platformalar satışa çıxardıblar və həm ailə üçün paketlər var, həm tək adamlar üçün paketləri var və bu onu göstərir ki, Avropa Birliyi ciddi şəkildə bir savaşın olacağını, bir partlayışın olacağını da artıq ehtimal edir. Yəni ki, savaş var onsuz da Ukrayna ilə Rusiya arasında davam edir. Rusiya Ukraynanı işğal etməyə cəhd göstərir. Amerika Trump'ın gəlişi ilə burada mövqe dəyişkənliyi nümayiş etdirir və bütün bunların qarşılığında bizim gördüyümüz ondan ibarətdir ki, artıq savaş bütün dünyanı belə deyək ki, əhatə edə bilər və o cümlədən sizə də mənə də, hər birimizə də bu savaşın zərbələri toxuna bilər. O səbəbdən bu tövsiyələri mən fikirləşirəm ki, ciddi almaq lazımdır. Təbii ki, hər birimiz istəyərik ki, belə bir şeylər olmasın. Amma bu tövsiyələri ciddi almaq lazımdır, paylaşmaq lazımdır, məlumat toplamaq lazımdır. Yəni, həqiqətən də Avropa Birliyi kimi ciddi bir qurum, Niderland dövləti kimi ciddi bir dövlət boşuna belə bir çağırış etməz. Demək, bu təhlükə haradasa 70-80% bizim qapımızı döymək üzrədir ki, bu cür çağırışlar olur və nüvənin atılması, nüvə bombanın atılması, nüvə bombasının atılması və digər belə deyək ki, təhlükəli hadisələr o demək deyil ki, sizin yaxınına və uzaqda yaşamağınızla bağlı sizi belə deyək ki, ilgiləndirməyə bilər. Yox, çünki hal-hazırda bu dünyanın taleyi ilə bağlı proseslərin getdiyini göstərir və
onu da göstərir ki, artıq proseslər nəzarətdən çıxmaq üzrədir. O səbəbdən elektrik enerjisi kəsilə bilər, internet kəsilə bilər, bank kartları işləməyə bilər və bu faciənin fonunda hər bir kəs hazır olmalıdır. Mənim də sizlərdən xahişim ondan ibarətdir ki, əgər belə bir məlumatı, belə deyək ki, paylaşmaq istəyirsinizsə, lütfən paylaşın ki, daha çox insan bilsin, bilməyənlərə də bu mövzu daha aydın şəkildə çatsın ki, onlar da öz ehtiyatlarını görsünlər. Təbii ki, biz arzulayarıq heç bir şey olmasın, amma olarsa ən yaxşısı ehtiyatın olur və 72 saat ərzində enerjinin bərpası, digər məsələlərin bərpası zamanı həyatda qalmaq problemi olmasın. Hələlik bu qədər, sağ olun.